Aslanov bu günləri Dövlət Komitəsinin sədri Şahin Bağırovla görüşünə gəlib. Şahin Bağırovun bu günləri Beyləqan sakinlərlə görüşü var idi. Ramil bəy də dəvət etmişlər. İndi Ramil bəy hal-hazırda qəbuldan çıxdı. Nələr olacaq, nələr dedilər, indicə özü açıqlama verəcək. Canlı. Aynen, yapsın. Peki bir olacak dedim. Arkaya. Memnun musun? Söz arkaya gidin. Arkaya gidin. Şey bizi. Hayır. Salam Ramil bəy. Salam. Bir də salam. Cümhur Komitəsinin sədri Şahin Bağırovun qəbuluydu. Bəli. Bir daha buradan təşəkkürümü bildirirəm. Cənab Prezident şəxsən sizə. Sizin apardığınız uğurlu iqtisadi siyasətin nəticəsidir ki, bu günləri vətəndaşların qəbulu üzrə verdiyi tapşırıqları məmurlar yerinə yetirməlidir. Məmurlar xalqa xidmət eləməlidir. Həmin xidmətlərdən birinin sübutu oldu. Şahin müəllim qəbul elədi. Şahin müəllim bu günləri mənim problemlərimi dinlədi. Yəni yenə də bu görüşlərin təyin olması ona görədir ki, vətəndaşlar, sahibkarlar gəlib öz problemlərini desinlər, həmin o problemlər həll olunsunlar. Bu problem həll olundu, qismən həll olundu. Necə? Sağ olsun, Şahin mənim dinlədi. Mənim göstərdiyim sübutlar, faktlar üzrə baxdı və tapşırıqlar verdi. Tapşırıqlar verdi, xüsusi qrup yaratdı, yoxlama qrupu yaratdı. Həmin yoxlama qrupu sabahları Bakı Baş Gömrük İdarəsində olacaq və mənim əks etdiyim sübutlar olacaqdır. Orada bilinəcək kim haqlıdır, kim haqlı deyil. Çünki Şahin müəllimə mən sual verdikdə Şahin müəllim dedi ki, hər düz başa düşmək olur. Yəni ki, personal böyük, Gömrük Komitəsinin sədri, onun digər problemləri də var. Digər problemlərlə maraqlanmalıdır. Digər tapşırıqları da yerinə yetirməlidir. Ona görə də bəzi belə deyək də, onların subyektləri nəzarət altında olmur deyə, tam hamısına nəzarət edə bilmir Şahin müəllim. İndi başa düşdüyü olur da, işi çox olur. Bununla əlaqədar Şahin müəllim tapşırıqlarını verdi. Sabahları inşallah Bakı Baş Gömrük İdarəsində həmin yoxlama qrupu da gələcək Dövlət Gömrük Komitəsi tərəfindən. Bakı Baş Gömrük İdarəsi də gələcəkdir və aşkara çıxacaqdır. Yəni hansı mallar ki, mən havaya pul ödəmişəm, onlar yəqin ki, nəzərə alınacaqdır və yəqin ki, Bakı Baş Gömrük İdarəsinin hansısa bir iftira, yeni bir iftira atmaq, yeni bir şər böhtanlarının qarşısı alınacaqdır. Ona görə də bu günləri bir daha mən şahid oldum ki, Şahin müəllim həqiqətən təvəzzükar insandır. Mən dəfələrlə çıxışlarımda da demişəm, keçən dəfə axırıncı çıxışlarımda da dedim, həqiqətən çox mədəni insandır. Şahin müəllim dinlədi və istədi ki, o birisi tərəfi də dinləsin. Çünki ola bilər bəzi informasiyalar Şahin müəllimə düzgün çatdırılmamışdır. Ola mən belə bir şey hiss elədim ki, Şahin müəllimə düzgün məlumatlar verilməmişdi. Bir daha yenə də buradan Prezident Administrasiyasına minnətdarımı bildirirəm. Buradan Şahin müəllimin özünə də təşəkkür bildirirəm ki, qəbul elədi, dinlədi məni, ən azından dinlədi, problemlərlə maraqlandı. Bir neçə problem var idi. Onların hamısı tədricən yoluna qoyulacaq və bizim məhkəmə predmetimiz var. Şahin müəllim onu dəstəklədi. Dedi ki, məhkəməyə vermişsənsə, bəli, hüquqi müstəvidə o məsələni həll edə bilirsənsə, şükür Allaha, savadın da var, hamısını bilirsən, sən get mübarizə verlə, sən qalib olacaqsan, göstərəcəksən, məhkəmə hökmündən asılı olaraq, məhkəmə qərarından asılı olaraq, yəni gələcəkdə bizim işlərimiz aparılacaq və bugünkü gündə apardığımız bizim bu biznesin, ticarət zəncirinin nə cür, hansı halda olmasının da hatta şahidi oldu. Özü də bildirdi ki, başa düşürəm hər şeyi. Sağ olsun. Yenə də inşallah sabahları araşdırma olacaqdır. O araşdırmanın nəticəsi barəsində də hətta məlumat verəcəm, Cənab Prezident. Yenə də təşəkkürümü bildirirəm. Bu günləri Cənab Prezident, sizin o apardığınız iqtisadi siyasətin uğurlu faktı, uğurlu olması faktı göz qarşısındadır. Yəni dinlədik, qəbulda olduq, dinlədik və göstərişlərini verdik. Həmin göstərişlər nə ilə nəticələnəcəkdir? Elə şeylər var, yenə deyirəm, Şahin müəllim mən sözlərindən belə başa düşdüm ki, hamıya tam nəzarət edəmir, tam onun tabeliyində deyil, çox güman ki, yəqin ki. Ona görə də bəzi kontroldan çıxanlar var. Bilirsiniz necə? Bu günləri Dövlət Gömrük Komitəsində işləyən əməkdaşlar var, həqiqətən mən keçən dəfə demişəm. Onlar həqiqətən savadlı insanlar var, həqiqətən bunların içində ədalətli qərar verən insanlar var. Və o dediyim kimi, digər subyektlər gedirəm,
məni qəbul edir, problemi dərhal çözür, yoluna qoyur. Amma Bakı Baş Gömrük İdarəsi həmişəki kimi indi ola bilər Elmir Ramazanovun yenə deyirəm. O gömrük sistemi haqqında anlayışı tam formalaşmayıb hələ. Hələ tam anlamır vəziyyət necədir. Çox güman ki, yəni o sabat nöqteyi nəzərdən də ola bilər gömrük sistemi üzrə tam formalaşmayıbdır. Ola bilər Şahin müəllim ədalətli bir qərar verdi ki, yoxlama təşkil elədi. Həmin yoxlamada mən iştirak edəcəm. Sağ olsun, şərait yaratdı ona və mənim özümü sübut etmək hüququmu mənə verdi. Şərait verdi ki, get özünü sübut elə. Əgər düz olacaqsansa, onlar cəzalandırılacaqdır. Buyurun. Şahin bəy, niyə bu görüşü Bakıda təşkil etmək istəmirsiniz? Niyə siz onun qəbuluna Bakıda düşə bilməmisiniz ki, yəni bu qədər yolu qət edib, bu görüş məhz belə qalır? Xüsusi plan üzrədir bu görüşlər. Yəni hər ayın sonuncu cümə axşamı, cümə günü təyin olunur. Yəqin ki, bura təyin ediblər. Yəni ki, indi gəlmişik, neyiniyək, gəlməliyik. Yəni cənab prezidentin göstərişini yerinə yetirir Şahin müəllim ki, bölgələrdə görüşməlidirlər, dinləməlidirlər. Mən də indi əlacım bura qalmışam. Çünki Şahin müəllimi digər vaxtlar biz görə bilmirik. Gömrük Komitəsinin qarşısına gedirik. Şahin müəllim də baxlar, hətta yəni burada düzünü deyək. Şahin müəllim istədi çıxsın sizlərlə, yəni müsahibəsini versin. Sadəcə digər tədbir var idi burada. O tədbirə tələsirdi. Özü də bildirdi ki, hər zaman sizləri də dinləməyə, hətta adam Allahımla danışar. Dedi ki, dəvət edək içəri istəyirsiniz. Biz dedik ki, mən sübutları hamısını qoyum, göstərim sizə Şahin müəllim. Bəlkə siz qərarı ədalətli qərar verəcəksiniz, düzgün baxacaqsınız. Bu işə həmin dəqiqədə Şahin müəllim baxdı. Adam düzünü danışar. Yəni ki, yalan danışmaq burada ehtiyac yoxdur. Yəqin ki, Elmir Ramazanovun növbəti sərgüzəştləri o şıltaqlığın qarşısı alınacaqdır. Üzr istəyirəm, mən hər dəfə deyirəm onu, amma həqiqətən elədir də. Ola bilər, hər könüllük var. Və bir də sizə dəyən zərərin ümumi miqdarı nə qədər? Həmin zərər haqqında da Şahin müəllim danışdı. Əgər zərər olacaqsa, həmin zərər də ödəniləcək. İndi onu orada təyin edəcəyik biz. Yəni ki, həmin araşdırma olacaqdır, həmin araşdırma nəticəsində olacaqdır. Mənə dəyən ziyan var, nə qədərdir ziyan, mənim malım niyə saxlanılıbdır, həmin şəxslər barəsində protokol tədbir olunacaqdır. Çox güman ki, yəni onların asıl inspeksiyası da var, həmin asıl inspeksiya məşğul olacaq bunlarla. Çox güman ki, yəni uğurlu olacaq. Mən özümə inanıram. Mən şəffaf qaydada əgər buradan müraciət edirəmsə xalqa, mən müraciət edirəm cənab prezidentə və burada yalan yoxdur. Həqiqətən sübutlar, qanunvericilik hamısı ortadadır. Burada bundan əvvəl də siz çıxışlar eləmişsiniz. Bundan əvvəl də sizə həmin gömrük şəklində ziyanlar dəyibdir, maddi ziyan dəyib. O maddi ziyanlar ödənilib. Maddi ziyan. Yox, əvvəlki baxır, bəzi hallarda məsəl üçün Dövlət Gömrük Komitəsinin müdaxiləsi olurdu və nəzərə alırdı nəsə. Nəzərə alınırdı bəzi hallarda. Bəzi hallarda nəzərə alınmır. Yəni mən Şahin müəllimə bu günləri izah elədim. Şahin müəllim göstərdim, dedim Şahin müəllim 4 dənə işim məhkəmədə, 5 dənə işim istintaqda, 3 dənə işim Dövlət Gömrük Komitəsində, 2 dənə də işim Bakı Baş Gömrük İdarəsində. Hamısı saxlanmalardır. 34 min pulum bankda. Mallarım orada konteyner yazısını nümunə götürüb Elmir Ramazanov qaytarmır. Hansı ki məktub olub, tapşırıq olub Gömrük Komitəsi tərəfindən. Elmir Ramazanov onu icra eləmir. Mən həmin şeyləri göstərdim. Şahin müəllim baxdı, dedi ki, araşdırılsın, mənə məruzə edilsin. Çox güman ki, Şahin müəllimə məruzə olunmur. Çox güman ki, mən belə başa düşdüm ki, Şahin müəllimə indiyənə ki, məruzə olunmamışdır. Bəli. Gömrük Komitəsinə daxil olandan sonra göstəriş verildi ki, malınız atılsın və sahibdir. Bəli. Bu zaman sizə demək, ambarlara işıqları söndürərək malınızın sahibini... Bəli, işıqlar sönmüşdü. Şahin müəllim inanmırdı ona. Şahin müəllim dedi, ola bilməz. Mən dedim, Şahin müəllim, sübut var buna. Dedi, araşdırılacaq. Bəli. Və bu suni maneələrin yaradılmasında əsas məqsəd sizin brokerlərə tərəf sürüklənmənizdə deyilmi? Siz artıq sərbəst iş adamı kimi deyil, brokerlərdən asılı bir figura çevirilər. Yəni, o Elmir Ramazanovun arzusudur ki, biz sahibkarlar, bəli, sahibkarlar, ümumiyyətlə, mən özünüz bilirsiniz də, dəfələrlə çıxış eləmişəm, cənab prezident, buradan bir daha çıxış edirəm və müraciət edirəm. Elmir Ramazanova yazılı surətdə də göstərmişəm, efir vasitəsilə müraciət eləmişəm. Orada kargolar var, o kargonun işçiləri var. Elə biri var, Emin Mirzəyev deyilən biri. Qardaş, nə sənədi var, nə heç şəxsiyyət vəsiqəsi yoxdur, onu bəlkə də soruşsan. Doğrudan da şəxsiyyət vəsiqəsi yoxdur, onu sorğu da keçib bəlkə də, bilinmir kimdir, nəçidir. Sahibkar deyil, işçisi yox, vergi ödəmir, bir şey eləmir. Amma digər Elmir Ramazanov bu günləri ona daha çox böyük məhəbbət bəxş edir ki, biz sahibkarlara. Yəni, o bu günləri, keçən dəfə mən dedim, həftənin birinci günü, keçən həftənin birinci günü kargo var.
Mən onlara bildirdim. Nətər oldu ki, 23 dənə onun konteyneri çıxdı çölə. Mənim bir konteynerim qaldı. İndi aydın məsələdir. Yəqin ki, hansısa nəsə bir xeyirli bir məsələ var ki, məsəl üçün bu günləri Kamran müəllim Mədətov məndən küçük. Məni qəbul eləmir. Əcəb eləyir, yaxşı eləyir. Amma həmin o emini qəbul eləyir. Özü ki, necə? Bəli, aşağıdan qəbul var. Mən keçən dəfə dedim, Elvin Ramazanov jurnalistləri gətirmişdi, açıq qapı elan edilmişdi və cənab prezidentə göstərirdi ki, mən burada şəffaf qəbul yaratmışam. Nətər olur, mən gedirəm sahibkar kimi dayanıram, mənim kimi digər sahibkarlar var. Sözünü demək istəyənlər var, lakin Kamran Mədətov heç qəbul eləmir. Amma həmin emini çıxırsan çöldə, danışırsan, göstərirsən, emin girir sənin problemini həll edir, çıxır. Bəli, bu şeylərin qarşısı alınmalıdır. Bu şeylərin qarşısı alınandan sonra çox güman ki, yəni şəffaflıq ortaya çıxacaqdır. Bizim də bu gün işləməyimizin, yəni cənab prezident deyir ki, vergini ödəmək lazımdır. Vergisini ödə, səndən artıq heç kim pul istəməməlidir. Şahin müəllim bu gün məndən soruşdu, cənab prezident. Şahin müəllim məndən soruşdu ki, səndən kimsə artıq pul istəyir, rüşvət istəyir. Mən bildirdim ki, xeyr, məndən heç kim istəmir. Ümumiyyətlə istəyə də bilməzlər. Yəni vermərəm də. Yəni sizin bu qədər süründürməkliyə salaraq malınızı günlərlə saxlayırlar, halbuki 3 gündən artıq mal orada qalmamalıdır və bunu ambarlarda artıq yer etmişlər və dəyərindən qat-qat misli artığına dövlət büdcəsinə ödə deyirlər. Bu istəmək necə olur ki artıq? Elə mən onu gətirdim bayaqları çıxışımda da dedim ki, digər subyektlərlə həmin problemlər yaranır, lakin həmin problem dərhal çözülür, yerində qoyulur. Burada isə Elmir Ramazanovun idarə etdiyi ərazidə orada məsəl üçün ambarda 2 nəfər var. Orada ambarda 2 nəfər var. Həmişə danışıram. Aqil, İbadov və Nurlan. Familiyası yadından çıxır. Onlar qanunvericilikdə zid göstərilən, məsəl üçün 18-ci maddədə göstərilir ki, sən xarici saytlara müraciət edə bilməzsən, xarici saytlardan hansı qiyməti götürüb tətbiq edə bilməzsən, istinad edə bilməzsən. Bəli, amma bu günləri onlar onu qanuna çevirib insanlara qarşı tətbiq edir. Bazara niyə bunlar istinad eləmirlər ki, bu bazarda suni qiymətlərin qaldırılması məsələsi Bakı Baş Gömrük İdarəsinin apardığı bu onlarma siyasətdən asılı deyil. Bilirsiniz, Baş Gömrük İdarəsi ümumiyyətlə qanunvericilikdə 6 üsul var. Bax siz dediyinizdə 6 üsul. Həmin 6 üsulda göstərilibdir ki, yəni ardıcıl baxılmalıdır. Müqavilə dəyəri baxılmalıdır, eyniləşdirməlidir. Bunlar isə əl atılır 6-cı üsula. Niyə 6-cı üsulu əl atır? Bəli, sonuncu üsul hətta ona öz əl atıb düzgün tətbiq eləmir axı. Orada göstərir ki, sən xarici saytları yenə də istinad elə bilməsən, istinad eləyir, onu qanun kimi tətbiq edirlər. Orada istinad edir ki, sən ən aşağı alternativ dəyərlərdən ikisindən birini ən aşağı qiyməti götürməz, yüksək götürməzsən. Qiymətləndirən xanımın adını gəldi. Nərgiz xanım. Nərgiz xanımla bağlı. Şahin Bağırov ifadə ona çatmadıq da, Nərgiz xanıma gəlib çatmadıq. Onun qiymətləndirilməz, bacarmadığı üçün işdən saxlanılacaq. Mən bildirdim ki, Şahin müəllim, Nərgiz xanım ümumiyyətlə neçə dəfədir, yəni o günlərdə dediklər, deyir ki, mən qiymətləndirə bilməm sənin malını. Yaxşı, sən bunu qiymətləndirə bilmirsən, o da sən niyə orada oturmuşsan? Niyə büdcədən pul? Yəni, bəs mən dedim, maraqlısı odur ki, bir dənə mənim malıma görə 4 dənə inspektorla görüşmüşəm, nəticə yoxdur. Hələ bir 4-ünlə də sonra görüşmüşəm, yenə də nəticə yoxdur. İndi axırda gəldim Şahin müəllimə, yəni siz bəlkə vurğuluyursunuz, gəlməyimin məqsədi nədir? Gəlməyimin məqsədi, bəli, məhz bura ki, Şahin müəllimə deyim ki, Şahin müəllim, 8 nəfər getmişəm, axı siz deyirsiniz ki, təməs olmamalıdır. Axı siz həmişə vurğuluyursunuz ki, sistem işləyir, ara sistem. Mən sual vermişəm, buradan da sual verirəm. Mən sual verdim ki, ara sistemi mənim şirkətimi riskə qəbul edib, okey, riskə qəbul edib. Həmin indikator dərəcəsi var. Qanunvericilikdə göstərilən riskin indikator dərəcəsi var. Onun riskin indikator dərəcəsini bildirirəm ki, xahiş edirəm, mənə göstərin, lakin bunlar deyirlər ki, xeyr, biz yoxdur, bilmirik. Deyir, sistemin içindədir o. Deyir, o sistemin içindədir. Qardaş, sistemin içindədirsə, onda zəhmət olmasa sən onu mənə göstər. Verə bilmirlər. Verə bilmirlər də. Sonra da deyirlər ki, sistem işləyir. Yəni, belə deyək də, bu günləri bilirsiniz necə, cənab prezident o arada dedi ki, düzgün kadrlar yetişdirilib qoyulmalıdır. Bu günləri bir daha sübutu gedir. Şahin müəllim də bu günləri dediyinə görə mən başa düşdüm ki, kadr islahatında dəyişikliklər olmalıdır. Şəffaf, düzgün işləyən kadr lazımdır. Hansı ki, islahatlar görürsən də Şahin müəllim dediyindən belə çıxır. O tam deyə bilmərəm, yalan deyərəm orasını, amma yəni ki, vurğuladı ki, elə şeylər var ki, mən onlara nəzarət edə bilmirəm. Onlardan biri də Elmir Ramazanovdur. Mən belə başa düşdüm. Yəni ola bilər digər bir tərəfdən Elmir Ramazanovu dəstəkləyənlər var. Onun üçün mən bilmirəm o işə Rami bəy, ola bilərmi ki,
bu dəfə, növbəti dəfə indi yəqin ki, sabahki görüş, həm edici bir görüş olsun sizin üçün. Əgər ola bilər ki, həmin görüşün nəticəsi olmasa belə, daha hansı addımı atmağı düşünürsünüz? Yenə də Məhkəmə predmeti ola bilər? məhkəmə var, deyirəm də 4 dənə iş məhkəmədədir. Yox, bundan sonraki addımda yenə bir məhkəmə predmeti ola. Hal-hazırda bilirsiniz prosedur nədədir? Prosedur ondan ibarət ki, mənim malım açılıb yoxlanılıb. Mallarda akt var. Həmin aktı mən sizə göstərərəm, qıraqda da sənədlər. Həmin aktın üstünə yazılıb ki, hüquq pozmalar aşkar olunmamışdır. Mən Şahin müəllimə onu göstərirəm. Eyni vaxtda göstərilir ki, məsəl üçün açarlar gəlməyibdi, yoxdur. 1 ton 308-də açar gəlməyibdi. Çin səhv qoyubdu, qardaşım. Значит, necə ki, qoymayıb, səhv qoyubdu, eləcə də birini nəyinsə, məsəl üçün, rozetkaların artıq qoyulma ehtimalı var. Və bu əvəzləşdirmə verir. Niyə görə? Axı mən bu günləri dəyərlə bağlı heç bir yəni qanun pozuntusu eləməmişəm. Dəyər yerindədir. Çəki ilə ölçülübdür. İndi ədəd sayı ola bilər orada az olsun, çox olsun. Amma çəki yerindədir. Mənim çəkilərimdə və yaxud da ki, ola bilər ki, böyük elə bir çəki ola bilər ki, həmin çəkinin statistik dəyəri 5 dollardır. Onu götürürsən, atırsan az olan çəkinin üstünə, məsələn 2 dollar çəkisində olanda və göstərirsən, bəyan edirsən. Elə bir şey yoxdur. Hətta cənab prezident bu barədə danışıb ki, düzgün bəyan etməlidirlər. Bəli, düzgün bəyan etmə, biz bəyan etmişik. Çəki ilə bir problemimiz yoxdur. Lakin indi ədəd sayını ola bilər, amma həmin ədəd sayında axı bir mahiyyəti yoxdur bunun burada. Yəni hüquq pozma deyil. Mən çəki ilə ödədiyim ekvivalenti yerində ödəmişəm və heç bir qanun pozuntusu yaratmamışam. Elmir Ramazanovun bu son dönemde size karşı attığı adımları ve sizin timsalınızda digər sahibkarlara karşı ettiği əməllər birbaşa Şahin Bağırovun reportunu tərpətmək deyil. Maraqlı sualdır. Maraqlı sualdır. Bilirsiniz, insanın ürəyində istək ola bilər. Arzusu ola bilər, niyyəti ola bilər. İnşallah deməlidir. Halınlar indi bilmirəm, vallahi mən nə deyim buna. Komitə sədrinin verdiyi tapşırıqları icra etməmək, suni maneələr Hər halda, prezidentin dəstək etdiyi şəxsləri süründürməkliyə salmaq birbaşa Dövlət Gömrük Komitəsinin rəhbər olaraq vəzifəsini icra edə bilməməsinə gətirib çıxardır. Və bu da Şahin Bağırovun reportunun tərpənməsidir. Artıq vəzifəsindən vidalaşma mərasimi keçirilir belə. Bu arada mən Ramazanovun təşkilatçılığı. ola bilər Elmir Ramazanovun istəyi var, ola bilər Elmir Ramazanov bu günləri apardığı bu, belə deyək də, oyunlar, mən elə adlandıracağam onu, oyunlar. Maraqlısı odur ki, əgər məndən diqqət edin, məndən demək burada kimsə qurban gedəcək də, bu oyunun nəticəsi sonu budur da. Siz nə düşünürsünüz? Sizə qarşı və sizin timsalınızda bir neçə Şahin müəllim cənab prezidentin təyin etdiyi bir insandır. Və mən deyim, Şahin müəllim cənab prezidentin təyin etdiyi bir insandır. Şahin müəllim həqiqətən o bu arada məsələn çox deyirəm, sabahlı kadrdır. Şahin müəllim həqiqətən əziyyəti var. Çünki Şahin müəllim özəldən gömrük komitəsində işləyibdir, gömrük sistemində işləyibdir. Şahin müəllim anlayışı daha çoxdur. Məsələn, mən bu günləri həqiqətən adam Allahınla deyər, şahidi oldum ki, insanla danışıram. 3 cümlədə o insan məni başa düşdü. Və həmin dəqiqə dərhal tapşırıq verdi ki, yoxlama təyin olsun, 3 qrupdan ibarət. Həmin qruplar gəlsin sabahları, onları aşkar eləsin. Mənə də dedi ki, əgər Rami düz olsa, elə mən orada cavab verdim ki, Şahin müəllim, düz olmasa nə istəyirsən eləyəcəyik. Hansı rüsum, həmin rüsumları 5-ə vurub ödəyəcəm. Amma mən düz olsam, mən qanunvericilikdə isbat elədiyim, sübut elədiyim bu günlər faktorları ortaya çıxardıb qoyuramsa, xahiş edirəm onda onları dinləyib, onlar üzrə yəni hansısa bir tədbir görülməlidir və yaxud da ki, həmin mənə süründürməçilik yaradan şəxsin. Eyni zamanda Elmir Ramazanov bilirsiniz necə, ola bilər bəlkə də gələcəyin generalıdır, ola bilər bəlkə də gələcəyin naziridir. Amma belə gedişlə yox, saxta sənədlərlə üstümə gəlməklə yox, yəni saxta qanunvericilikdə zid hərəkətlərlə yox, cənab prezidentin yürütdüyü siyasətə qara kölgə salmaqla yox. Yəni siz deyirsiniz belə, amma mən onu görmürəm. Şahin Bağırov daha məqsədə uyğundur. Mən elə görürüm, bir sahibkar kimi. Mən görürəm. Necə yəni bu günləri biz fakt burada durmuşuq, Şahin Bağırov məni burada qəbul edir. Cənab prezident göstərişini yerinə yetiribdir. Amma Elmir Ramazanov cənab prezidentin dediyi bütün göstərişləri ciddi edir. Bunun faktoru var. Elmir Ramazanovun qayını cinayət içində adalanırdı və barəsində cinayət işi qaldırılmışdı. Eşitmişdim elə bir şey. O şəxsin gömrük idarəsində işə qəbulu ilə bağlı nə deyə bilərsiniz? Onu mən eşitmişdim. Mediadan oxudum. Yox. Məncə yoxdur. Növbəti addımlar sabahları yəni ki, təyin olunan yoxlama
gələcək və mən isbat edəcəm. Mən burada bu günləri çıxışımla, bəli, sabahları saat 10-un yarısında isbat edəcəm, göstərəcəm. Çox güman ki, yox, Beyləqanda yox, orada Bakı Baş Gömrük İdarəsində. Və orada aşkar olunacaqdır. Heç bir, necə deyək, elə bir məmur yoxdur ki, o nədənsə qorunsun və kimsə onun arxasında dursun. Heç bir sahibkar da yoxdur. Prezidentimizin dediyi kimi Bəli. edilməz kadr yox. Bəli, əvəz edilməz kadr da yoxdur. Amma sadəcə yenə də kadr islahatı bu günləri həmin Bakı Baş Gömrük İdarəsində mən düşünürəm ki, kadr islahatı düzgün aparılmır. Kamil bəy, sizi bu günləri Beyləqan rayonunda qəbul edən Bakı Dövlət Komitəsinin Dövlət Gömrük rəhbəri Komitəsinin sədriyik. Şahin Bağırova təşəkkür edirik. Təşəkkür edirəm, bəli. Sağ Bakı olun. Baş Gömrük İdarəsinin rəisi Elmi Ramazan. Elmir Ramazanova. Elmir Ramazanovdan xahiş edib heç bir sahibkarı incitməsin. Nə Beyləqan rayonuna, nə başqa bir rayona göndərsin. Bəli. Ciddiyəm. Bəli, bəli. O həqiqətən öz funksiyasını yerinə yetirə bilsəydi, həqiqətən o insan öz vəzifəsindən istifadə edib sahibkara təzyiq etməsəydi, dövlətin verdiyi resurslardan istifadə edib sahibkara təzyiq etməsəydi, sahibkar da buralara gəlməzdi. Amma gəlmişik, xoş gəlmişik. Şahin müəllimlə görüşdük. Təmiz havadan biraz udduq, yəni ki, problem yoxdur. Davam eləyəcəyik də, görək, yəni yenə də Elmir Ramazanov öz oyunlarını eləsin, biz də ifşa eləyək. Bizim işimiz budur. Sağ olun, sağ olun. Mənim mikrofonum Siz neçədən mikrofonunuz? Amma dolaşdırmışsınız burada. Çıxa bilmirəm. Xanım, götür. Kimindir? Değerli izleyiciler, bugün Beyləqan rayonunda Bakı Dövlət Komitəsinin sədri Şahin Bağırov sahibkar Ramil Asanovu qəbul elədi. Yüksək səviyyədə qəbul elədi. Bunun üçün Şahin Bağırova təşəkkür edirik. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalımıza abunə olun.